Hal-hazırda iki istiqamətdə belə deyək biz işləyirik və hər iki istiqamətdə müsbət nəticələr görürük. Bir istiqamət şagirdlərin nəqliyyat vasitəsilə daşınmasıdır. Burada məntiq çox sadədir. Yəni az sayda olan şagird daha nisbətən böyük məktəbə gətirilir və orada keyfiyyətli tədrislə təmin edilir və eyni zamanda da onun sosial mühiti genişlənir. Bu ildən biz distant model üzərində də işləyirik. Bu da özünü doğruldur. Distant model biraz bunun tərsidir. Yəni 6 kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən bir müəllim mərkəzdən o uşaqlara deyək onlayn qaydada, virtual qaydada tədris aparır. Bu halda şagirdlər təbii ki, məktəb həmin kənddə qalır, amma sadəcə olaraq müəllim həmin kənddə yox, digər belə deyək yerdən distant qaydada tədrisi təşkil edir. Bu format da özünü doğruldur. Yəni ilkin təbii ki, bu tipli dəyişikliklərə təhsildə zaman lazımdır ki, biz 3 ilə 5 ilə bunun nə olduğunu anlayaq.